Salam əziz dostlar, xoş gördük. Dostlar intiqad edirlər ki, əvvəldə çox gözlürsən, elə başla oxumağa. İndi məsələn Əlan yazır ki, biz sizin dostlarınıza xəbər veririk ki, siz live başladınız. Salam aleyküm dostlar bir də. Bildiyiniz kimi mən kitab oxuram əgər fürsət eləyəndə bu günləri Türkçülüyün Əsasları adlı kitabın 88-ci səhifəsinin ortalarından oxuyacağıq. Ziya Gökalp bunu 100 il öncə yazıbdır. Biz türkçülüğü və türkçülüğün stratejilərini düşünməyə çalışacağıq bu kitabın üzərində. Burada deyir ki, digər sənətlərimiz, o birisi sənətlərimizdə nə xəbər var? Muziki demişdi. Əlbəttə mən fikirəm digər sənətlərimizi oxuduq. Bir dəqiqə görün. Bəli, fikirəm bunu oxumuşuq. Gedəcəyik milli zövqa. Bəli, 89-cu səhifədə milli zövqa gedəcəyik. Hər millətdə milli zövq və işlənmiş zövq. Milli zövq nədir? Görək bir millətin zövqü olarmı? Sonra da işlənmiş, işlənməmiş həttəmən bir zövq var. Yəni bir dənə iş var, bir zövq var, bir hünəri ya incəsənət dadağı var adamda, damağı var adamda ki, adam ondan bir şeyləri... İndi görək bu nə mənədir? Hər millətdə gözəllik anlayışı fərqlidir. Təbii ki, məsələn mənim yadıma gəlir bir zaman xanımlar qaş gözlərin alsaydilər, çox pis ad verirdilər, gözəl tanınmırdı. Amma indi oğlanlar da şey edirlər, əvvəldə elə onu da pis baxırdılar, amma indi yavaş-yavaş hamı adət eləyibdir ki, oğlanlar da arayış eləyə bilərlər. Bu, zaman içində insanların zövqü dəyişir. İndi Avropada, Amerikada daha fərqlidir. İnsanlara çox hörmət qail olduğu üçün, indi görürsünüz ki, Kanadada bəzi ustad danışqahlar bir gün dərsə gedəndə xanım paltarı giyinir, ayaqdan başa, başında o cürsü tühməsini, o tüh qoyur başına və onu darır, hazırdır və o cürsü damən, dikdaban başmaq giyir. Sizə gedir danışqahda, bu günləri xanım paltarında gedir danışqaha, sabah isə həman dərsə, həman danışqaha, həman danışgədiyə, həman şagirdlərin huzuruna erkək paltarı ilə gedir və heç utanmır. İnsanlar bunu o zövq dəyişilir. İstəyirəm bunu deyəm. Hər millətdə gözəllik anlayışı fərqlidir. Bəzi millətdə görürsən ki, insanlara ad qoyurlar. Məsələn, mən çox ciddi bunu dəfələrcə istəmişəm deyəm, yadımdan çıxır. Bu, Amerika və Avropada fəzai, göy, uzay filmlər düzəldirlər ki, orada ya məsələn, Matrix deyək məsələn, ayrı səyyarələrdən, ayrı gəzənəllərdən, onlar ki, gəzirlər göydə, kürələr deyirik da, indi onlardan gəliblər yerə, baxırsınız, görürsünüz ki, bunların qiyafələri fərqlidir. Əlbəttə, Matrixdə bu yoxdur, şeydə, məsələn, nə idi onun adı? Mərdan siyah puş, məsələn, İranda tərcüməşə Black Suits, nə mənə, belə bir şey adı var idi. Görürdünüz ki, orada mövcudlar ki, diridirlər, ağıllıdırlar, bizim meyarımızın ağıllılıq. Çünki biz ağıllılıqdan hələ feylən bir ciddi tanışımız yoxdur dünyada ki, nə ağıllılıqdır, nə ağılsızlıqdır. Ya hangi heyvanların ağlı var, hangisinin yoxdur və hangisinin ağlı bizdən çoxdur, ya hangisinin ağlı bizdən azdır. İndi feylən biz bir miqdar özümüz bilirik ki, özümüz ağıllıyıq. Ona görə də özümüzü üstün görürük. Amma sabah görsək ki, bir heyvanlar ya bir canlılar var ki, bizdən ağıllıdırlar, onda nə edəcəyik onu bilmirik. Amma hər halda bu o birisi səyyarələrdən məsələn yerə adamlar pənahəndə olublar ya qonaq gəliblər. Filmlərdə görsədir ki, məsələn birinin 20-30 dana qolu var, birinin 3-4 dana başı var, birinin məsələn, nə bilim, neçə metr qıçı var, birinin neçə metr qolu var, birinin 1 metr burnu var. Əcib, qərib, bəzən də insanlarla bir hədəf üçün, bir amac üçün savaşırlar. Amma siz görürsünüz ki, insanlar bunları təbii görür.
heç fərq eləmir ki, niyə məsələn ona, amma bizim o İran adlanan xarabada insanlar görürsün, birinin bir zərrəcən burnu biraz əcib, o yüz bu yüzdür, biraz sınıb ya, biraz yekədir ya, biraz filandır, ənlidir, dardır, uzundur, cıqqılıdır. Hər nəcürdür bir ad ona qoyurlar və onu təhqir eləməyə çalışırlar. Birinin başı belədir, birinin başı elədir. Bunlara bir xanım məsələn elədir, bir xanım belə. Bu bizim təbiəti və varlığı və insanları o cür ki var, o cür qəbul eləməmağımızı göstərir. Bunu göstərir ki, biz hələ geri qalmış bir insanlarıq. Hələ biz dünyada vaqiiyyətləri qəbul etməyə hazır deyilik. Nəcatpərəstlik də buradan gəlir. Nəcatpərəstlikdən buradan gəlir ki, biz o birisi insanları, ya o birisi mövcudları qəbul eləyəmirik. Bunlar görürsünüz ki, heyvanları bir insan kimi haqq sahibi bilərək ondan davranırlar, onu yanlarında saxlayırlar, ondan geçinirlər, ondan otururlar. Hamı uşaqlar, arvad, hərəsi biri görürsə, o bir dənə itdir ya, pişikdir ya, hər nə mənə ilandır, filandır, bəhmandır, ondan o evdə bir dənə adam illərcə xoş yaşır. Niyə? Çünki eləyə bilibdir, zehnində bunu qoyar ki, ağa, bu da canlıdır, bunda canı qiymətlidir, bunun qiyafəsinin, məsələn, bir dənə ulanın, ilanın uzun olması, ya bir tosbağanın o cür olması, bir tülkünün belə olması, bir pişiyin belə olması, bir itin o cür olması, bunu canlılığın, canın əziz olduğun əlindən almaz və təhqirə də ehtiyacı yoxdur. Amma biz istirik insanları təhqir eləyək, heyvan adı veririk. Çünki ayrı mövcudların adını bilmirik, yoxsa onları da qoyarıq biz. Heyvan adı veririk. Beçara heyvanı görürsünüz ki, ciddən əlbəttə çox sevinirəm bəzən ki, heyvanların bəzisinə pis ad vermişik, ona görə onlarla işimiz olmur. Yoxsa biz biri belə mövcuduq ki, nəslin kəsərdik, yeyərdik, qutarardıq. Məsələn, o heyvanları ki sevirik, insanın, biz İranda yaşayan insanların bizdə yaranan kültürünə baxın. Məsələn, biz ceyranı sevirik. Ceyran nəslindən siz bir dənə tapın. Hamısını öldürmüşük, yemişik. Sevdiyimiz şeyi biz öldürüb yeyərik. Görürsünüz ki, məsələn, bir ayrısı misal verim. Kəhlik nəsli, quşların nəsli axtarın, qalmaz. Mən eşitdiyimdə Qəradağda eşidəndə ki, 50 kilometrlikdə bir dənə kəhlik qaqqıldayıbdır, 100 nəfər tüfəngin götürür, gedirlər ki, onu gedib öldürəcəyik. Onun əti nə qədərdir axı? Amma yox. Biz insanlar geri qaldığımızı bunlardan biləcəyik. Biz hər heyvanı görürsünüz ki, filan kəs filan heyvana bənzir. Oradan o heyvana bənzədib, niyə bənzədirik? Çünki şu bir heyvan aşağıda biz onun haqqımız var, öldürək. Bu adamı da ona bənzədəndə onun insanlığın əlindən alırıq, insanlığın əlində onu heyvan səviyyəsinə yetiririk, heyvan səviyyəsinə yetirəndə özümüzə yararlara bu haqqı veririk ki, onu qətlə yetirsinlər. Onun üçün görürsünüz ki, bir dənə erkək, tün erkəkdir, biraz güclüdür ya, indi biraz qışqırtı, güclü də bəlkə olmuyor, amma biz qışqırtı bağırtısı var, səsi yuxarı salır. Görürsünüz ki, öz əhliyalın, öz nənəsin, bacısın, qızın, xanımısın, görürsünüz bunları zəcr verir, aşağı əziyyət verir, şikəncə edir. Hər halda, hər millətdə gözəllik anlayışı fərqlidir. Bizim anlayışımız nədir gözəllikdən? Nəyə gözəllik deyirik? Məsələn, bir dənə ağacın kötüyü niyə gözəl deyil? Kim deyir gözəl deyil? Axı, məsələn, bizim bədənimiz də yarısından çox kötükdür. Bir dənə qurbağa ilə bizim nə fərqimiz var? Məsələn, niyə qurbağa gözəl deyil? Məsələn? Ya bir dənə ayı, bir dənə doğuz. Canlı canlıdır, fərq eləməz. Əlbəttə dedim, sevinirəm ki, deyiblər haramdır, işimiz yoxdur. Əlbəttə bəzən qətliam edirlər onları. Amma vaqəən məsələn yemək üçün heç olmasa öldürmürlər. Umaram inşallah təfrih üçün də öldürməyələr. Bütün insanda belə bir vəhşilik vardır ki, heç heyvanda bu yoxdur. Təfrih üçün o birisi heyvanı öldürər. İndi fikir eləyin ki, sabahları ayrı bir kürədən bir dənə mövcud gələ yerin üstünə. Bu mövcud ət yiyən olar. Və baxa görə ki, yer üzündə biraz təmiz ət görünən adamdır. Və bu adamları şikar eləyər.
Bunun bu gücü də olar ki, bu adamların silahlarını məsələn eləyə bilər, indi əlindəki silahı ilə ya bir əmbacla o silahları məsələn əridə. Bir dənə bıçaq məsələn heç dolu da əriyə, məsələn orada əriyə bir şey əlindən istifadə gəlmir insana. Ondan sonra görək ki, o özün ağıllı, güclü bildiyi üçün bizim kimi insanları tutacaq əcəb kərbabdır bu. Bizləri taxacaq şişə, qoyacaq odun üstünə, fırladacaq, yiyəcək. Mən indi 1-2-3 gündür görürəm, bəzən çox cinayətləri elirlər bəzi heyvanlara vaqəən. Mütəəssifanə bizim Azərbaycandan da bəzən belə bir şeylər gəlir. Nə tək heyvanlara bu cinayətlər elirlər, bəzən görürsünüz ki, evdə ailə uşaqlarına. Mən bu günləri 3 ya 4 dənə xəbər gördüm ki, bir erkək adam xanımısın, ya bacısın, ya qızın doğrayıbdır. Bir dənə məmləkətdə biz bu qədər geri qalmışıq. Hər halda. Bir millətin gözəl saydığı şeylər başqa bir millətdə ya millət çirkin saya bilir, ya sayıla bilir. Bir şey ki bizdə gözəldir, bir ayrısında çirkin ola bilər. Bir ayrısında çirkindir, bizdə gözəl ola bilər. Məsələn, bizdə fer tüyləri bəzən sevməzdilər. Yaşıl gözü ya abı gözü sevməzdilər. Bir ayrı yerdə çoxsa, indi əlbəttə fərq edibdir. Məsələn, bəzi yerdə görürsünüz, bu üzə bir xət düşsə, insanlar sevməz. Bəzi millətlərdə görürsünüz ki, bu üzə xət düşəndə onu çox sevirlər. Bu insan, onun üçün bir millətin gözəl saydığı şeyləri, hər nəyi ki gözəl, ağac, heyvan, adamlar, evlər, memarlıq, xiyaban, güllər, hər nə quşlar, balıqlar, filanlar. Saydığı şeylər başqa bir millət çirkin saya bilər. Bir başqa millət ona deyər çirkindir. Belə bir şeylər çox ola bilər. Məsələn, bir dənə misal vurum, biraz irgənc olacaq, amma bu misal vurmalıyam. Məsələn, bəzi yerdə görürsünüz ki, bu insan mətfusu irgənməli bir şeydir. Hər halda, heç olmasa bizim kültürümüzdə, Türk kültüründə irgənməli bir şeydir. Bəzi yerdə bunun mücəssəməsini düzəldirlər, alırlar, qoyurlar evə. Anlayış fərqi var da. Yəni biz o anlayış məsələsi çox mühümdür. Bu yüzdən zevqin milli olması lazımdır. Deyir, bu yüzdən tüm millətdən millətə fərq edər. Pəs bir millətin zevqi də, incəsənət zevqi də milli olmalıdır. Yəni heç olmasa bir müştərək bir təsəvvür olmalıdır. Gözəllik nədir? Məsələn, biz Azərbaycanda gülləri hər cür gül olsa gözəl bilirik. Amma adları ilə də qəzavət edirik. Məsələn, qaynana dili. Qəzavət edirik. Yəni, onun üstü o pisdir. Bir şeyə bənzədib qəzavətimizi göstərir. O halda ki, güldür ona, axı, qaynananın dilinə onun nə ilgisi var? Yox, ona biz bir ilgi verəcəyik. Hər qaynana bir adamın nənəsidir eyni halda. Yəni, əslində gərək deyək nənəmizin dili. Çünki mənim nənəm bir dənə xanımın qeynənəsidir. Onun nənəsi mənim qeynənəmdir. Nə fərq elədi? Bizim nənəmiz eyni halda ki, birinin nənəsidir, birinin də qaynanası ola bilir. Bəs, niyə biz qəzavət edirik? Gerçəkdən də hər millətin milli bir zövq anlayışı vardır. Deyir ki, gerçək yox, yəni həqiqət doğrusu budur ki, hər millətin də özünə görə bir milli anlayışı var gözəllikdən, zövqü var. Zövq kəlməsi ya zevq kəlməsi, Türkiyədə zevk yazılır. Zevk kəlməsi ya zevq, zövq deyirlər ərəbcə, bizdə zevq deyirik türklər, farslar zövq deyirlər. Bu zövq bir istedada deyilir. İstedad yəni nə mənə? Məsələn, insanda bu istedad yoxdur ki, üşsün.
Amma bu istedad var ki, üzə bilər. Amma gərək edə dövrə görə. Buna deyirlər istedad. Yəni, təmrinlə bir şeyi öyrəşməyə deyirlər istedad. İnsan nənədən doğulanda savadı yoxdur. Amma istedadı var, savad öyrəşsin. Yəni, müstəiddir də, hazirdir bir şeyləri öyrəşməyə. Zövq bir o tərəfdən gəlir. Yəni, bir güc, bizdə bir güc var. O gücü, məsələn, deyək ki, hamı eləyə bilər, mühəndis ola. İstedad, ya hamı eləyə bilər, döktür ola, cərrah ola. Hamı eləyə bilər, göylərə müsafirət eləyə. Hamı eləyə bilər, dünyanın ən yaxçı sportçusu olsun, ya ən yaxçı yazarı olsun, ya cərrahı olsun, ya hər nə mənə. Amma bu onda var. Amma ona təlim verməsə, ona imkanat hazır olunsa olmaz. İstedad yəni bu. Amma bir şey də var, bizdə vardır, vücudu var. Məsələn, danışmaq, dil açmaq. İstər-istəməz biz dil açacağıq. Bizdə bu var. Yol yerimək, bizdə bu var. Bir feilidir. Yəni, bunlar da bizdə vardır. Bundan biz yaşırıq. Əgər bir millət milli zövqindən uzaq ya zevkindən uzaq düşmüşsə, sənət alanında yaptığı şeylər çoxu bəsit təqlidlərdən ibarət olur. Əgər bir millətin milli zevqindən uzaq düşə, yəni milli zevqi yoxdur, məsələn, mən indi bir milli zevqi olmaya. Məsələn, bizdə aşıq musiqisi, toy musiqisi bir zevqdir. Yəni, hamımız bunu sevirik. Ya Allah görsətməsin, yasda biri öləndə, məsələn, bizim analar, bacılarda bir dənə ona bir zevq var. Bir şey deyib ağlasınlar, şer. Bu bir dənə zevqidir. Düzdür, mənfidir, amma hər halda zevqidir və özü bir hünərdir. Ehsasın ən yüksək yeridir. Bu milli bir zevqdir hər halda. Deyir, əgər bir adam ya bir millət milli zevqindən uzaq düşmüşsə, yəni əgər düşübdür da, yəni sənət alanında, yəni hünər ərsəsində alan, ərsə ki, ərəbcədir, onun türkcəsidir. Sənət alanında, hünər ərsəsində, meydanında yapdığı şeylər, nə işçi yapmaq, yəni bir işi düzəltmək. Bir şeylərin çoxu bəsit, sadə bir təqliddən ibarətdir. Bəsit ərəbcə sözdür, sadə, ya rahat, ya çox, nə tür deyək bu sadəni, sadə ərəbcədir, istəyirəm buna bir türkcə söz tapam. Çox belə məmuli, ki, məmuli də ərəbcədir, farscada bir şey tapamıram sadənin yerinə. Hər halda rahat və qolay bir təqliddən ibarətdir. Təqlid də nə dedik? Dedik, yansamaq. Yansamaq, biz birini yansırıq. Görürsünüz ki, bəzi uşaqlar qoca nənələrin, dədələrin, dayıların, əmilərin yansılırlar. Bu, onu təqlid edir əslində. Onun səsin, ya onun yerişin, onun toyda oynamağın, ya onun ağlamağın hətta. Ya onun, məsələn, öskürmağın, asqırmağın. Məsələn, mənim nəvəm, məsələn, asqırmağımı şey edər, yansılar. Bizə də xoş gələr, gülər. Osmanlı şairləri ilə yazarları buna örnək deyir. Deyir ki, Osmanlı şairləri, yenə də dedim, burada nəzərə gələn bir ziddiyyət var Osmanlı ilə. Çünki, dedik ki, mədəniyyət və təməddün o şeylərdən ki, bir nəfər onu yaradır. Və bir nəfər onu davam verir. İndi, məsələn, Osmanlıda musiqi yaradıblar bir teydad adamlar. Ya şeir yaradıblar, ya ayrı bir şey, incə sənət. Məsələn, bir nəqqaşı yaradıblar Osmanlı dövründə. Suyun üzünə yağlı boya tökürlər. Sonra kağızı ya parçanı, ya hətta təxtəni qoyurlar onun içinə. Yavaşcadan, çox zərafətinə. Onu yatırdırlar, o kağızı, ya o parçanı, ya o təxtəni yatırdırlar suyun üzünə, o yağın üstünə, o cöhər deyək da indi, boyanın üstünə yatırdırlar.
O boyanı çəkir, boya yapışır o ağaca, o cismə ki, onun üstünə qoyublar. Sonra onu yavaşcana götürürlər. Elə ki, o rəhlər, yəni, baxın, ciddən mi deyirəm, elə bir ki, məsələn, yağdan tüy çəkirsən. Çox tərpəşməsin, yağ da tərpəşməsin. Çünki orada əgər sudan bir zərrəcən, biraz azcacan o üzbüyü tərpəsəz, mümkün o su o rəngi yuva apara və o nəxşəni ki, siz suyun içində çəkmişsiniz, olmuyor. Hə, bu təməddünün bir parçasıdır. Amma nədən bu adamların xoşu gəlməyibdir, bilmirəm. Deyir ki, hər halda Osmanlı şairləri ilə yazarları bir örnəkdir. Örnək dedik ki, Türkçədə nümunə ki, fars sözüdür, ya misal ki, fars sözüdür, onun türkçəsidir. Onlar deyir, yəni təqlid edirdilər. Osmanlılar, əlbəttə bunu deyir, fars ədəbiyyatından təqlid ediblər. Məsələn, bizim şairlərimizin bir çoxu qəzəl yazırlar. Bunlar hamısı təqlid edirlər. Məsələn, fars şairlərindən örnəkləri odur. Çünki onlar milli zevqi tümüylə qayb etmişdirlər. O, yəni Osmanlı dövründə yazarlar, şairlər milli zevqi, yəni o türklərin zevqin tümüylə, tam kəlməsinə bənzər bir türkçə kəlmədir. Tamın yerinə, kamilin yerinə, həmə ki farsdadır, həmənin yerinə tümüylə qayb etmişdir. Qayb itirmək anlamındadır. Ərəbcədən gəlsə də dəyişib bizim dilimizdə olub qayb, qeyb kəlməsindən ola bilər. Qeyb kəlməsindən gəldiyi üçün bu yəni itiribdir. Amma bizdə bunu dəyişdirmişik, türkləşib. Əgər oradan gəlmiş olsa, bəlkə özü müstəqil bir sözmüş. Yazdıkları şeylər ya əcəm təqlidlərindən və ya fransız təqlidlərindən ibarət idi. Deyir, o şeylər ki, yazırdılar. Onlar ya əcəm farslar və ya fransızlar, yəni fransəlilərdən təqlid ibarəti, onları təqlid edirdilər. İbarət də yəni onları təqlid edirdilər. O halda estetik alanında yüksəlmək istəyən bir millət hər şeydən öncə milli zevqini bulmağa çalışmalıdır. O halda, yəni əgər deyir bir şey təqliddir, biz istəyək təqliddən çıxadaq, ibtikarca bir işimiz olsun. Estetik dedik ki, latincə bir sözdür, hünər, incəsənət yerinə. İncəsənət alanında, alan dedik ki, ərsə ki, ərəbcədir, meydan ki, ərəbcədir, onun yerinə gəlir. Alanında yüksəlmək, tərəqqi eləmək, yuxarıya getmək istəyən bir millət hər şeydən öncə, əvvəl, başqa, qabaq, başda nədir? Milli zevqini bulmağa, tapmağa çalışmalıdır. Milli zevqi bulmaq üçün xalqa doğru getmək, xalq sənətlərindən uzun uzadıya estetik bir eğitim almaq gərəkdiyini anladıq. Deyir ki, milli zevqi tapmaq üçün, bulmaq üçün, yəni tapmaq üçün xalqa doğru, millətimizə tərəf hərəkət etməliyik, millətimizə qoşulmalıyıq əslində, beləsizdir deyə. Millətimizin içində yaşamalı və onlardan örgəşməliyik, doğru getmək lazımdır. Xalq sənətlərindən, dünən dedilər sənət nələrdir? Hər işi ki, millətin əl işi hesab olur, ona sənət deyir. Xalq sənətlərindən uzadıya, uzuna. Biz bunu uzuna deyirik. Yəni nə olur olsun, nə uzunluqda, nə qədər zaman aparsa o qədər. Uzadığına uzatmaq bilirsiniz. Yəni bir şeyi uzaldırıq. Bir fərşi uzaldarıq, bir də bir şeyi zamanı uzaldarıq ya bir yeri uzaldarıq. Yəni uzaldırıq məsafəni, məsələn, məsafəni. Uzadıya estetik bir eğitim, estetik hünər, bir eğitim yəni təlim almaq gərəkdiyini anladıq. Deyir, pəs biz bildik ki, milli zövq gəlmək üçün gərək biz yedək millətin içində onlardan təlim görək. Fəqət dedik şərt qoyur. Şərt əlamətidir, ərəbcədir, şərt də ərəbcədir, amma qoyur. Gerçək sənətçi ola bilmək üçün bu estetik eğitimi almış olmaq yetərli deyildir. Deyir, indi istiyoruz gerçək bir estetik olaq, yəni bir sənətçi olaq, bir hünərmənd olaq. Deyir,
vaqei bir hünərmənd olmaq üçün gedib təlim görmək danışqahda lazım deyil. Əlbəttə, bunu mən bəlkə bir dəfə də demişəm. İranda mütəəssifanə, ya bəlkə neçə dəfə demişəm. İranda mütəəssifanə hər şey təqliddir. Görürsən, adam birinci dəfədə gedir danışqaha, mən özüm də belə eləmişəm, bir Samsonit göstərir. İstə dünyaya deyək, mən danışqaha gedirəm. Mənə təvəccüh edin, mən çox mühimməm. Ya görürsünüz ki, istəyir məsələn nəqqaşı oxur. Bir dana börk alır, onu əyri buradan qoyur, o məxsus bir böhdür, alır qoyur bura. Bu elə bir şey, fəqət bunu nəqqaşlar qoyarlar bura. Sonra səqqəlini uzaldır məsələn. Ya tükün daldan bağlır məsələn başının tükü. Məsələn biz başımızı keçəl təhdən vursaq, tiğ ilə məsələn nəqqaş ola bilmərik. Ya siqar çəkmək. İndi bəzi dostlar, mütəəssifanə mən normalım budur. Əgər dostlar siqar çəksələr, mən onları dostluqdan silərəm. Dünən gördüm dostların biri siqar çəkmə əksini qoyub ora, onu siləcəyəm yəni. Çünki biz insanlara pis örnək olmamalıyıq. Əvvələn siqar çəkməməliyik. Mən şəxsən, mənim atam da siqar idi, nənəm də. Mən siqar çəkməzdim. Çəkməmişəm ömrümdə. Əlimi qutusuna vurmaram, irgənərəm. Evimizdə də biri gəlsə, ya vətənimizdə olanda, ya qürbətdə olanda siqar qoymaraq çəkər. Çəkirsən, get binadan eşiyə. Yəni, bizim, deyək ki, apartmanda otururuq, bina. Binadan get eşiyə. Qanundur, əlbəttə, Kanadada qanundur. Siz uşağınız olan yerdə siqar çəkənməzsiniz, qonağınız olan yerdə siqar çəkənməzsiniz. Ya qonaq çağırmayacaqsan, ya evə qonaq qoymayacaqsan, ya da qonaq qoydun, siqar çəkməyəcəksən. Təəssüflə mən bir 2-3 gün bundan qabaq bir dostumuza qonaq idim. Çox hörmətli dostlar gördüm orada. Amma bir dostumuz var idi, ustad-ı danışqah idi. Təbrizli ustad-ı danışqah, türk, əlbəttə, xoşbəxtlərinə məni heç tanımırdı. Türk, ustad-ı danışqah döhdür, orada dərs deyib, gəlib Amerikada dərs deyir və bu adam otaqda gizlindən bu elektronlu siqarlardan çəkir. Mənim bir təsadüfi gözüm düşdü, gizlətdi. Axı, adam özündən bir tənə olansan, bir ustadı danışqahsan, bir döhdürsən, bu dünyada döhdürlər hamıdan çox bilirlər, bu siqarın zərəri var. Bilməsinlər, ağa sən bir nəfər qonaq gəlib evə. Heç olmasa, o olan zaman gedəcəksən, eşikdə siqarı çəkəcəksən. Əgər sənin xanımın siqar çəkmir, onun yanında siqar çəksən, sən o dünyada və bu dünyada cavab verməlisən. Yəni, Allah səndən soruşacaqdır. Sənin xanımın sərətan tutdu. Niyə? Sən siqar çəkmirsən. Sən bunun vəbalını necə ala biləcəksən? Bu dünyada heç kəs sənə bir şey demədi. Tamam. O dünya əgər varsa inanırsan, nə edəcəksən? Bunun üçün mən şəxsən çay içmərəm. Çay belə içmərəm. 8 yaşımdan bu üzrə çay içməmişəm. Bir dəfə nəzir eləmişdim. Biraz da müsəlmançılıq var da, bilirsiniz. Azdan çoxdan bu cür danışmaqlara baxmayın. Bir müsəlmançılıq var adamda. Nəzir qoymuşdum. Bilmirəm nə idi qəziyyə. Nəzir qoymuşdum. Əgər mənim bu nəzirim qəbul olsa, mən məhərrəmlikdə, ehsanlarda hər nə mənə qabağıma qoysalar, onu yiyəcəm və içəcəm. Məsələn, mən o gün deyək ki, normalda şirkət eləmərəm bu cür şeylərə. Amma şeyə getmişdim. Məsələn, mən gedərdim. Nədir o? Tasua, imamın 9 ilə 10'u. Tasua 9, Aşura 10. Gedərdim onlara. Bu 2 gündə getdim. Heç yerdə mənə heç zat vermədilər. Calibdir. Bir yerdə çay verdilər. Və bir ili də, bu yenə də bir nəzirim gələ, həman nəzir 2 illik idi, ya da ki, bilməm, bir ildə əhəri verdilər. Bir nəfər mənə əhəri verdi, məsmum oldu. İstədim onu deyəm, yəni biz bir şeyi elə bu işi görməyəcəyik. O işlər ki, mənim şəxsimə zərər vurur, onu eləyə bilərəm, tamam. Amma əgər bu şəxsidən keçə bir özgüyə, məsələn, əraq içə bilərəm, tamam. Amma əgər əraq içirəm, ağzımın qabağını qoruyamıram, əxlaqımı qoruyamıram, insanlara pis söz deyirəm, içməyəcəksən. Nəinki günahdır. Məsələn, günahı ilə işim yox. Günahın Allah bilər, sən bilərsən. Allah bəlkə heç zatları, burada mollalar deyiblər günah. Allah deyibdir, gələcəksən, beşdə əraq verəcəkəm. Şərab verəcəkəm. Allah deyəcəkdir ki, içəydim, mən neyim? Mollanın sözünə baxmayın.
Amma mənim molla deyib deməyib ondan işim yox. Mənim bundan işim var ki, əgər sən özünü itirirsən, bu işi görməyəcəksən. İnsanlar məvaddı müxəddir çəkirlər. Əgər sən əhliyalığın ruzisin, abrısın, gələcəğin xəşlirsən, çəkməyəcəksən. Çünki sənin qızıva əri almayacaqlar. Ya muhtadlar gələcək alacaq. Deyəsə, bunun dədəsi muhtaddır, mən də muhtadam, çəkəcəyəm. Qız da məcburdur, qəbul eləsin. Qız özüdəki üstü, başı bunu neyin çəkəcəkdir? Özüdəki bu tüstüsü gedəcəkdir bunun canına. Biz gerçək bir sənətçi, hünərmənd olmaq üçün danışqaha getməklə, dərs oxumaqla olmaz gerçək olar. Bunu dedik. Estetik eğitimi almış olmaq yetərli deyildir. Gerçək sənətçi olabilmək üçün gözəl sənətlər, yəni hər şey ki, hünər sahəsindədir, incəsənət, millətlər arası ustaları olan sənət daxillərindən zevq dərsi, zevq eğitimi almaq da lazımdır. Deyir, bəs biz gərək edək, dünya səviyyəsində incəsənət ustalarından dostlar, biz hətta mən ilməhsalanlıqdan gəlmişəm, mənim uşaqlığım ilməhsalanlıqda getibdir, 16-18 yaşıma qədər bəlkə də çox, bəlkə 20 yaşıma qədər. Biz usta deyərik, dəmirçiyə də usta deyərik, nəccara da usta deyərik, ustad demərik. Bu da bizim əgər bu usta sözü ərəbcədən ya farscadan gəlib türkçəyə, biz bunu dəyişdirmişik, eləmişik usta. İndi bu ustaların bəzisi dünya səviyyəsində məşhur bir ustalardır. Hər kəsən öz işləsin. Digər edəsən onlardan da millətlər arası da bu günləri Türkiyədə millətlər arası deyilmir. Uluslar. Yəni ulus, millət, uluslar, millətlər, uluslar arası, millətlər arası. Ustalar olan sənət dahilərindən, dahi kimi bir şey, dahidir əslində, dahi yazıb bu da, dahilərindən, bunların yəni o çox belə güclülərindən, ilham sahiblərindən, deyək ki, səbki sahibi, farsca indi buna səbki deyirlər. Bir şivə sahibi olanlardan zevq dərsi almalıdır. Püf, zevq olur o hünərin püfü. O püf dərsini zevq eğitimi almaq da lazımdır. Bu çox mühümdür. Məsələn, biz Kanadaya gəldik, bizim 2 uşağımız, bir qızımız, bir oğlumuz İranda incəsənət oxurdular. Həm nəqqaşlıq oxurdular, həm də heykəltəraşlıq oxurdular. Və işləyirdilər də. Mənim qızımın özünün iş yeri var idi, orada heykəl düzəldirdi. Bura gəldik, burada dedilər ki, məsələn, işlərinizdən gətirin, bunlar apardılar, bunu aşqahlara, o üzə, bu üzə. Biri vaqən bizə dedi ki, baxın, bu ola bilər şərqin gözəl bir şey olsun. Şərqdə bunu istəsinlər. Amma Kanadada bunları istəməzlər, almazlar. O zevqi istədim deyə. Millətlər arası dəhalardan, orada dəxi yazmışdı, məncə iştibahdır o, amma yenində burada, dəhalardan alınan bu feyzli eğitimə də işləmə adı verilir. Deyir ki, o uluslar arası, millətlər arası, uluslar arası dəhalardan, o ilham sahibi hünərməndilərdən, incəsənətçilərdən alınan bu feyzli, feyz dedik ki, yəni izafə olmaq, biz ondan bir feyz alırıq, yəni bir şey alırıq, özümüzə əlavə olur, ruhumuza, cismimizə, savadımıza, əqlimizə, bunlara əlavə feyz alırıq orada, yəni bir şey, bir ləzzət də, eyni halda bir ləzzət var feyzdə. Feyz eğitimə də, bu eğitim ki ondan alırıq, ondan, yəni o ləzzət ki alırıq o hünərdən, o püflər ki örgəşirik, ona işləmə adı verilir, ona işləmə deyil. Bəs işləmə burada budur. Yəni biz bir feyz alırıq, ləzzət alırıq, hünər ləzzəti. Məndə yoxdur. Məndə qulağımda da
bu incə sənət ləzzəti çox azdır, demirəm yoxdur. Ədəbi ləzzəti anlıram. Yəni bu yazılarda olan hünəri çox yaxşı anlıram. Bəzən özüm də bunlarda yazmağı yaxşı başarırdım. Bir zamanlar indi bəlkə biraz kasıblamışam. Çünki mən indi türkün üstündə zülm eləyirəm, mütəmərkiz oluram. Buna görə farsıda bir zaman ki işləyirdim, çox güclü işlər yaradırdım. Hətta İranın, farsların qəzetəçiləri üçün yüzlərcə ülgü yazıb qoymuşam ki, yəni bir nəfər bunu oxusa eləyə bilər, buna tabii bir yaradıcılıq, bir güc olsun. Görünür ki, gerçək bir sənətə sahib ola bilmək üçün sənətimizin öncə milliləşdirilməsi, sonra da işlənməsi lazımdır. Bəs görünür, yəni belə nəticə alırıq ki, gerçək bir sənətə sahib olmaq üçün, yəni vaqei, həqiqi, doğru, gerçək, doğru bir hünərə sahib ola bilmək üçün, buna görə ki, sahib olaq, sənətimizin, yəni hünərimizin öncə, başda milliləşdirilməsi, əvvəl gərək o milliləşdirilə hər hünər, sonra da işlənməsi lazımdır. Sonra da onun işlənməsi. Dedik ki, yəni o zovqu alaq, onu biz örgəşək, onu mənimsiyək o zovqu. Məsələn, fərş nəqqaşlar, ya mətit nəqqaşlar. O eslini deyirlər də, indi fars hünərində ona bilmirəm. O qanadlar ki, otur fırlanırlar, belə çox əcibə, gözəl dairəyi, yarım dairə qovsularla gedir. Məsələn, elə bir şey yerdən çıxır, gedir göyə tərəf. O qovsun özünü düzəltmək, onu aparmaq, onunla özünün ruhunu onun içindən süzdürmək. Ya qələmi götürür, məsələn, o vurur o davata, ya o cöhərə, mürəkkəbə və onu əlində öz ruhu olaraq onun kağızın üstündə bunu uzaldır. Əslində öz ruhun çəkir o adam. O qələmi çəkmir, majiki o rəngi çəkmir. Öz ruhun rəngə batırır, qoyur o kağızın üstünə. Mən beləsi düşünürəm, çünki özüm də bəzən bu cür bir hissilər olar. Görürsünüz ki, bir şey götürürəm, cızmalar, amma orada məsələn ciddən görürəm ki, içəridən gəlir. Bu o zovqdur. Misal vurdum, fərş nəqqaşları, surət işləyən ustalar. Hər usta, hər ilmək ustası surət, yəni adam üzü işləyə bilməz. Onların bir məxsus mütəxəssisləri var. Ya nəqqaşlar işi bunlara çəkirlər. Mətidlərin dedim o nəqqaşlar, kaşilər, boyaçılar və o boyalar, bağayın məsələn rəhləri qaçır. Olan indi fərş aləmində görürsünüz 300-ə yaxın rəh düzəldirlər bizim məmləkətdə, Azərbaycanda 300-ə yaxın. Və bunlar o qədər bir-birinə yaxında ad qoya bilməyiblər, şumarə ilə deyirlər. Şumarə 251 məsələn. Yəni bu, məsələn, şumarə 250 ilə bir neçə milyonu şey fərqi var. Bu ilkəni canlı bir örnək ilə açıqlayalım. Bu ilki qaidə, qanun, əsas. Bu ilkəni, qanunu, ki üstə dedi, deyir şey nə idi? Gerçək sənətə sahib olmamız üçün əvvəl gərək hünəri milliləşdirək, sonra da işlətməyə çevirək, işlənməyə. Bu ilkəni canlı bir örnək nümunə olaraq açıqlayalım. Bir canlı nümunə misal vurum, ondan açıqlayalım, yəni hamımız. İtalyanın Rönesans latincə sözdür ayılmaq, yuxudan ayılmaq, ağır yuxudan ayılmaq. Ağır və uzun yuxudan ayılmaq və hətta deyilən biraz zorlu ayılmaq, biraz narahat ayılmaq. Məsələn, bəzi adam görürsünüz ki, yanında milçək getsə yuxudan durar. Mən belə bir adam. Bəzi adamın da yanında təbil çalırsan yuxudan durur.
Onu gərək məsələn ayağından yapışasan, sürütləyəsən, su tökəsən üstünə filan, baxma. İtalyanın Rönesans devrində, zamanında ya çağında, çox uzun zamana deyilir də, bilirsiniz. Ki, sənətçiləri özəlliklə rəssamlarla heykəltəraşlar əski Yunan Latin sənətçilərinin dahicə əsərlərinə hayran olmuşdular. İtaliyada bəs belə bir şey olubdur ki, İtaliyanın Rönesans dövrəsində ki, qaranlıq yüzilliklardan istəyirdilər ayrılalar. Hünərməndilər, sənətçilər, yəni hünərməndilər, sənətçilər, özəlliklə rəssamlar, nəqqaşlar və heykəltəraşlar, bu iki dənə xüsusilə, özəlliklə, yəni xüsusilə, özəlliklə türkcəli xüsusinin yerinə. Əski, yəni keçmiş Yunan, Latin, Yunan və Latin. Yunan bir məmləkətdir, Latin bir dildir. Yunan, Latin sənətçilərinin Məsihiyyət dünyasının Qərbi Avropa, Amerika, bunların din dilləri, müqəddəs dilləri Latin idi. Və İngilis, Fransa, Alman, Hollанд, Belçik, bunların dilləri də qeyri-qanuni olmasaydı da bir növ müxalifət var idi bu dillərinə. İttifaqən Avropada görürsə Alman düzəlir, ya Fransa, ya İngilistan, ya Otriş, ya Macaristan, ya hangi bir məmləkəti deyirsiniz. Dil əsasında bir Rönesans başlanır əslində. İnsanlar deyirlər, bizim bir dilimiz var. Niyə biz məsələn məcburuq kilisanın ya dini ya latini örgəşək məsələn onunla danışaq? Öz dilimizə nə gəlib? Buradan bir milliyyətçilik çıxır. Sənətçilərinin dahicə əsərlərinə, deyir, o iki millətin, Yunan, Latin sənətçilərinin, yəni o dairənin sənətçilərinin, yəni nəqqaşlar və rəssam, heykəltəraşlarının əsərlərinə heyran, məbhud qalmışdılar. Mat qalmışdılar. Baxırdılar, saatlarca keçinirdilər, əhsəndən sonra bir şey deyəmirdilər. Yəni, onların onu bir can, fəqət deyirlər, bunun nəfəsi olsa hərəkət elər. Bu nəqqaşiyə bir can versən, bir Allahlıq qüdrəti olsa buna bir püf desən, oradan qalxar yol yeriyə. Bu qədər mükəmməl deyil. Olmuşdular. Zira bu əsərlər Venusların, Menruaların, Apolloların bu heykəlləri teknikdə uyğunluğun son dərəcəsinə ulaşmışdır. Zira, bilirsiniz, farsça sözdür, gəlibdir, işlənir türküdə. Zira bu əsərlər, ərəb sözüdür əsər, bu əsərlər, yəni bu incə sənətdən törənən o heykəllər ya nəqqaşilər, Venus, indi Allahlar idi, nələr idi, nə bilim. Bilirsiniz, Məsihiyyət dünyası əslində Yunan-Rum usturələri kimidir. Baxın, məsələn, deyir ki, bu filmləri çox görmüşük da, məsələn, filmlərdə bunu görmüşük ki, usturələrdən, məsələn, o Yunanın allahlarından biri qaçır, məsələn, gəlir yer üzündə, bir dənə arvada aşiq olur, onunla evlənir. Dədənənəsi o allahlar biləndən sonra bununla savaşırlar, onu təbid edirlər yer üzünə, mücazat edirlər, yəni cəhənnəmə, ya behişdən, məsələn, çıxardırlar, məsələn, ya gücünü azaldırlar, ya filan olur, ya bəhman olur. Sonra da ona deyirlər ki, sən ya bu arvadla qalacaqsan, ya da bizdən ayrılacaqsan. Normalda da bunun bir uşağı olur, yarı Allah, yarı insan. Ona da yenə deyirlər ki, sən ya Allah olmağa tərəf gedəcəksən, ya insan olmağa tərəf. O da aşiq olur bir qıza, deyir ki, yox, mən şey qalacağam. İstəyirəm, məsələn, bu qızı öpəm və həmişəlik insan qalam. Görürsünüz ki, İsa Məsihdə bu şey sıra gedir məsələn. Bu sıra, o üstürə görünür ki, canlandırılır Məsihiyyət dinində. Menrolar da, Apollolar, bunlar dedim Allahların adlarıdır, nəzərə gələn, onların Allahların adlarıdır. Bu heykəlləri teknikdə, teknikdir ki, yəni o fənniləri ki, bu heykəlləri yontamaqda istifadə ediblər, uyğun hər şey ki, yetişə.
Məsələn, meyvə ağacda olğunlaşır, yetişir, yeməli olan məsələn olğun deyirlər. Olğunluğunun son dərəcəsinə ulaşmışdı. Deyir ki, o heykəllərə baxırdılar, onlardan ləzzət vardılar, deyirlər, bunlar bu şeyə keçiblər. Rönesans sənətçiləri bu texniki böyük əməklərlə öyrəndilər. Pəs Rönesans sənətçiləri, yəni hünərməndiləri bu texniki, o fənni fununu böyük əməklə, əməkli zəhmət. Ola öyrəndilər, onu zəhmət də deyir, bunları öyrəndilər o texnikləri ki, nə cür bu mücəssəmələri qazıdıqlar, nəqqaşları, ya o birisi işləri. Eğitim yönətəmləri ilə özlərinə mal etdilər. Eğitim, təlim, öyrətmək. Türkçəsi öyrətməkdir, eğitim də öyrətməkdir. Eğitim, yəni öyrətmək yönətəmləri ilə, yolları ilə özlərinə mal etdilər. Özlərinin şeyləri oldu. Bay bay balala, gecəz xeyir oğlum. Gecən xeyir qızım, baba loves you. Mal etdilər. Fəqət əski Yunan, Latin əsərlərin eynən təqlidə qalxmışdılar. Deyir, o məqtədə, Rönesans məqtələrində bu yeni sənətçilər ki, varıdılar, nəqqaşi və heykəltaraşlar, bunlar Yunan, Latin əsərlərin, o iki dedim dairənin əsərlərin təqlidə qalxmışlar. Eynən təqlidə, yəni deyir, gözlərini yummuşlar, deyirlər, dəqiqən biz hər nə cür ki, onlar görüblər, onlar deyir, dəyişik qoymayacaq. Çünki xalq artıq o mitolojik kişiliklərə heç bir dəyər vermirdi. Deyir, çünki xalq, yəni millət artıq daha o mitolojik, dedim, o surəvi məsələn, kişiliklərə, şəxsiyyətlərə heç bir dəyər vermirdi. Rönesans inanmırdı da, Rönesans şey olmur. Rönesans devrini xalqına görə qadınlar arasında dünya gözəli ancaq Həzrəti Məryəm ola bilir. Onların nəzərində Rönesans devrində, yəni o incəsənət sahiblərinin nəzərində ya xalqa görə əlbəttə, xalqa, yəni o dinçi məsihilərə görə dünyanın ən gözəl qadınlar arasında, yəni xanımların içində dünyanın ən gözəl xanımı ancaq kim olardı? Həzrət Məryəm ola bilərdi. Niyə? Çünki dinin şeyidir da, rəhbərinin nənəsidir. Yəni Həzrət İsanı doğan adam məmuli bir qız ola bilərdi. Yəni məmuli bir qız idi. Amma tüm İsa'nın nənəsidir, müqəddəsdir və bunlar o insanlar ki, Məsihiyyətə inanıblar, onların gözəlində bu adlar ki, Allahlar şifatlılar, məsələn, Apollodan, Plandan, Bəhmandan sayılıq dedik, bunlar Allah ola bilərlər. Deyir ki, onları da görmürdülər. Deyirlər, bunlar botdular, məsələn. Bot deyə təhqir edirdilər, elə İslamda da var, bu bilirsiniz. Yəni, onun baxmırdılar sənətliğına, onda o sənəti texniklərə, ona o zərafətə, o gözəlliğə baxmırdılar. Deyirlər ki, dünyanın ən gözəlliği xanımların içində Məryəmdir. Bu bir təəssübdür, dini təəssüb idi. Çünki mən dinimi sevirəm. İndi məsələn bizlərdə Həzrət Məhəmməddir, Həzrət Əlidir, Həsəndir, Hüseyndir, Fatimədir. Bunlar da bizə eyni halda ki bilirik, Əlinin boyu məmuli adamlardan kiçikdir. Həm də gözəl də deyildi. Deyilmiş yəni. Həsən Hüseyn deyirlər gözəl imişlər. Xanım Fatimə bilmirik, gözəl imiş ya çirkin imiş, xəbərimiz yoxdur. Amma Peyğəmbərin qızıymış herhalde. Və indi deyək ki, məsələn, kimin uşağı Həsən, Hüseyn, ya Əli, ya Həzrət Məhəmməddən məsələn geri qalarmış gözəllikdə, ola bilər ki, heç kəsin uşağı geri qalmaymış. Bəlkə də ondan çox gözəl olaymışlar. Amma niyə onları çox sevirik biz, amma öz uşaqlarımızı, ya qonşumuzun uşağı, familimizin uşağını onlarla müqayisə eləmirik deyəndə ki, məsələn, heç vaxt deyəmirik Həsən Hüseynə bənzirlər. Niyə? Çünki onlar bizə daha müqəddəsləşiblər. Biz onları bir insan görmürük mütəəssifanə.
Bunun üçün də biz onlara şey olmuruq, ha, diqqət buyurun. Onları ülgü almırıq, onlar kimi yaşamırıq. Çünki biz onları insan görmürük ki artıq. Bir molla gəlir deyir ki, Həzrəti Zəhranın uşağı məsələn filan yerindən olmazdı. Onun böyründən bir yarıq açılardı, o yarıqdan çıxardı uşaq. Neynəsin? Yəni bu dinçidir, təəssüblə baxır, istəyir deyə ki, xanımın övrəteyni çox pis bir şeydir, oradan çıxan şey də çox pisdir. Bunun üçün də xanım Fatimənin belə bir şeyi ola bilməz. Ki, gələ məsələn uşaqların doğa, Həsən Hüseyin ki, Müqəddəsistanda oradan doğa. Məcburdur ki, bunun böyründən, məsələn, qıçının, bacağının deyək, bacağın beldən aşağıyacan cıra, onun içindən uşaq çıxar. Himaqətdir, himaqətdir. Ya onu məsum mərhələsinə götürər. Yəni deyək ki, imamlar məsumdular. Belə bir şey yoxdur. Onlar da bizə tay insanıdırlar, bizə tay dədənənələri var idi, bizə tay ehsasları, duyğuları var idi və şey olardılar. Günah deyirlər. Həzrət Məhəmmədə Quranda necə dəfə deyibdi ki, Allah ki, sən günaha düşdün, biz sənə nəcat verdik. Təbii, mən də günaha düşsəm, Allah nəcat versə, məsum olaram əgər acır olsa. Burada bir Allah üst-üstə bir rüşvət deməyək, bir partibazlıq eləyib də. Yəni bilmirəm niyə, məsələn, birinin əlindən yapışır, ona məhsul deyirik, bizim əlimizdən niyə yapışmır? İndi gərək biz gedəndə o dünyada Allahın əleyhinə şikayət eləyək. Yəni bu mollaların dediyi ilə olsa da, fars mollaların dediyi ilə olsa, o dünyada Allah müttəhəmdir. Heç kəsi mühakimə edə bilməz. Çünki sən özün demirsən ədalət və özün ədaləti icra eləməmsən. Sən bir şey ki, ədaləti icra eləməmsən, sual soruşa bilməzsən. Ola bilir. Erkəklər arasında da dünya gözəli Həzrəti İsa idi. Kişilərin də arasında, yəni Məsihi kişilərin də arasında dünyanın ən gözəl insanı, erkəyi İsa Peyğəmbər idi. Çünki niyə? Çünki o Peyğəmbər hər halda bu dinin rəisidir da. Biz onu dünyada gözəl görməsək kimi gözəl görməliyik. Necə ki, elə adı gözəl deyilir Həzrət Məhəmmədə türkcədə. Adı gözəl Rəsulullah deyilir. Ya adı gözəl, özü gözəl Həzrəti Rəsul deyilir. Rəsul Əfəndim deyilir. Çünki biz müsəlmanlar, biz yox, tamam millətləri ki, dinləri fərqlidir. Budayilər olsun, hər din. O başdakı adamı dünyanın ən gözəli görəcəkdir. Çünki onu bir zərrəcan pis görsə, o dindən çıxar eşiyə. Gerçək sənətin görəvi isə başqa millətlərin və ya başqa dövrlərin estetik ideallarının rəsmini yapmaq deyildir. Gəldi burada bir söz deyir ki, indi vaqei, həqiqi, doğru bir sənətin, sənət dedik yəni hünər, sənətin vəzifəsi görəv türkcədir, vəzifə ərəbcədir. Görəvi nədir? Görəvi isə, yəni onun görəvi, onun vəzifəsi başqa millətlərin, indi biz türkük, biz hafizə aşıq olunmarıq Sədiyə ya o birislərə. Başqa millətlərin və ya başqa devrilərin hətta. Biz gedək deyək ki, məsələn, 5000 il bundan qabaq bizim dinimiz, məsələn, filan din idi, biz indi onu məsələn şey eləyək. Yox, deyir ki, başqa devrilərin estetik ideallarını, onların hünəri, sənətçi ideallar, arzular, xiyallar, gözəllər, rüyalarını rəsmini yapmaq deyildir. Siz onun ayrı millətin şeyini yapmayacaqsınız, onun rəsmini, ya heykəlini yapmayacaqsınız, öz millətizinkini yapacaqsınız. Dedik ki, nə mənə? Hər millətin özünün zevqi var. Misal da burada mənim qızım Kanadaya gəldi, dedilər ki, bunlar burada iş verməz. Gerçək sənət arasında bulunduğu millətin və içində yaşadığı devrin estetik ideallarını təsvirə çalışmaqdır. Gerçək sənət nədir? Gerçək sənət, diqqət buyurun, bu bizim şeydə yoxdur, çox azdır. Əlbəttə, xoşbəxtانه indi bizim məsələn yeni nəsillərdə bunlar gözəl işlənir. Mənim öz məsələn qızım
məsələn bir də nəqqaşı gördü, uşaq bir yetim uşaq məsələn başmaqları, ayaqları, çustları ayaqlarında cırılıbdı. Ona bir taza bir çust alıblar. O çustu belə sevincək alıb iki əllərinə öpür məsələn. Mən onun mücəssəməsini məsələn düzəltmişdi bir təbii əndazədə. Fikir edirəm Təbrizdə əgər mənim nənəmcə sonra biz gələndən sonra bunlar atmasalar eşiyə qalır məsələn. Amma fikir edirəm atıblar eşiyə veriblər o bizə. Gerçək sənət arasında bulunduğu millətin, biz deyir o gerçək sənətçi bulunduğu millətin içində, türklərin içində və yaşadığı devridə, indi əlan deyirik biz. Biz bu devrin adamıyıq. Estetik ideallarını o millətin, estetik hünəri, incə sənət idealların, onların o gözəllikləri ki zehnində var, onları tapıb təsvirə çalışmaqdır. Onları canlandırmaq lazımdır. Nəqqaşı çəkmək lazımdır ya, onları heykəlini düzəltmək lazımdır, ya onun xəttini yazmaq lazımdır, ya onun binasını düzəltmək lazımdır, ya onun şəhərini düzəltmək lazımdır. Yəni bunlar hamısı o estetik bir şeydir. İşte Michelangelo, Rafael kimi Rönesans sənətçiləri bu nöqtələri düşünərək doğru yolu buldular. Deyir ki, işte yəni burada görürük ki, Michelangelo ki bir mücəssəməsaz nəqqaşdır, alyajları, zatları düzəldibdi, dəmirləri qatıb bir-birinə dəmirlər düzəldibdi filan və filan. Rafael də bunlardan biridir. Kimi Rönesans, ya dedim o yuxudan durma dövrü, yüzlər il, bəlkə 1000 il Məsihiyyət dünyası mollaların əlində dünyadan geriyə qalmışdır. Bu dövrədə qoymurdular insanlar xurafatdan sonra bir başqa bir şey düşünsün. Mallaların həzyanlarından sonra bir şey qoymurdular düşünsün. Bu dövrəyə qaranlıq dünya deyirlər. Çünki deyirlər, mallalar çıraqları söndürürdülər. Qoymurdular insanlar görsünlər dünyanı. Bir qaranlıq dünyada özlərindən sonra bir şey görünmürdü. İndi bir iddə adam fikir sayəsində, düşüncə sayəsində, dedik fəlsəfə yəni, düşüncə sayəsində bir çıraq yandırdı zehnində. Yuxudan durdu. Onlar dediği kimi fikirləşmədi, fərqli baxdı dünyaya. Burada Rönesans yəni bu. Biz indi İranda, biz türklər, ərəblər, bəluslar, türkəmənlər, o günəcən ki farslar kimi dünyanı görürük, farsların dediklərini oxuyuruq, yazdıqlarını oxuyuruq, dediklərini düşünürük, onları təfsir edirik, onların əsasında öz müşkülümüzü, vəziyyətimizi izah eləməyə çalışırıq, bizdən heç zat çıxmaz. Heç çıxmaz, heç. Çünki sonuç fars vəziyyət olacaq və o vəziyyət olacaq. Rönesans o zamandır ki, o yaşadığınız vəziyyətin içində hər şeyə şəkk eləyəsiniz. Və hər şeyi sorğusu altına soruşa və soruşsanız üçün niyə belədir? Bu cür olmasa nə olar? Onda dünya dəyişiləcəkdir. Onda İslam dünyasında Rönesans başlayacaq. Diqqət buyurun, Rönesans əlbəttə İslamla başlamışdı. İslam dünyasında İslamla başlamışdı. Və Əbbasi dövründə bir böyük hərəkət başlandı. O da budur ki, İslam dünyasından qıraqda nələr var ki, biz bilmirik. Və bizim haqqımız yoxdur, deyək ki, onlar müqəddəs deyil, bizimkilər müqəddəsdir. Bunun əksinə ki, farslar deyiblər, Ömərlər dedilər ki, kitabları gətirək. Ömər dedi ki, ya onlar Qurandan aşağıdırlar, bir şey, yəni Quranda hər şey vardı, onda yoxdur, onlarda yoxdur, məsələn, ehtiyacımız yoxdur. Ya da Qurandan yuxarıdırlar, yenə də ehtiyacımız yoxdur, çünki onlar Quranı aşağılarlar onda. Belə bir şey yoxdur. Çünki kitab anlayışı, bu hədisçi deyirlər, fars şiələri, bu yalan hədisdə kitab anlayışı bugünkü kitabdan ibarətdir. Və kitabxana anlayışı bugünkü kitabxanadan anlayışıdır. Həzrəti Ömər zamanında belə bir kitabxana olamaq imkanı yox idi. Deyirlər ki, filan yerdə kitabxana var idi, Nişapurda, nə bilim, harda neçə min kitab var idi içində, qəfəsələrə düzmür. Elə bir ki, bugünkü kitab, o zaman əslən kağız yox idi, o zaman qələm yox idi, xətt bu cür deyirdi və əgər yazılar var idi, məmulən palçıq üstündə yazılırdı və əgər onu biri yandırsaydı, onlar daş olurdular, kərpic olurdular da, onlar xarab olmazdılar.
Bunun üçün o hədislər yalandır. Aşağı edici bir hədisdir. Görürük ki, hətta Öməvi dövründə də Öməvilər bir böyük xidmətlər eləyiblər.